Şabranda 2 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib. Doğru xəbər Azərbaycan bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Nazirliyin qaynar xəttinə Şabran rayonunda yol nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin yanğından mühafizə xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Azsamat markalı minik avtomobili və Renault markalı yük avtomobili toqquşub. 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində onların meyidi maşından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Qəzada həlak olanlar Sabirabadın Ulucalı kənd sakini 2002-ci il təvəllüdlü Zeynalzadə Akif Səbahətoğlu və onun həyat yoldaşı Zeynalzadə Dinara olub. Onların bir övladları var. Dinara Zeynalzadə ikinci övladına hamilə olub. Əlavə edək ki, Akif Zeynalzadə Vətən müharibəsi qazisi idi. Allah rəhmət eləsin.